Dostlar, deməli 37 kilometr gedib cəmi. Götürüb maşını gətirmişəm ustanın yanına. Usta da çox bəyəndi. İndi istəyirəm ki, o danışsın, biz eşitək. Deməli dostlar, avtomobilə baxış keçirdik. Yəni həqiqətən bu dərəcədə fikirləşməmişdik ki, yəni beləncə askı sistemi yığarlar avtomobilə. Yəni avtomobildə fikirləşdiyiniz qədərilə, yəni çaşqa, nə də qol sistemi yoxdur. Avtomobilə zubor mod sistemi qoyublar, həm qabağa, həm də arxa hissəyə və əlavə şaraboylar yerləşdiriblər bu hissəyə. Yəni şaraboylar da ki, sabah adden dəyişilən bir ehtiyat hissələrdir. Yəni nəsə sıradan çıxsa dəyişilə biləcək. Həm yuxarıdadır, həm aşağıdadır. Və əlavə tiaqa qoyulub. Yəni sabah xarab olanda bu zubor dəyişilmir. Yəni baş hissəsini istehsalçı ilə qoyub ki, sabah dəyişilsin. Əlavə deməli burada ştanqalar var. Baxın bu hissələrdə, yəni burada sabah problem olanda razvan ilə dəyişiləcək. Yəni ehtiyat hissələrini elə quraşdırıblar ki, avtomobilin üzərinə sabah nasazlıq olanda, yəni detal zubor dəyişməsin. Yəni ancaq baş hissələri dəyişilsin. Həmçinin onu da qeyd edim ki, avtomobilimiz Euro 6-dır. Arxa hissəyə keçək. Arxa hissədə də gördüyümüz kimi, arxa hissədə ümumiyyətlə şaraboy yoxdur, ancaq ştanqanın qollarıdır. Bu gördüyünüz ştanqalardır. Bunlarda da həmçinin sabah problem olanda ancaq qol yəni razvan hissələri dəyişiləcək, tutuqlu olan hissələri. Digər ümumi götürəndə, yəni arxa hissədə xarab olası belə bir detal yoxdur. Yəni çox dözümlü, çox keyfiyyətli və ən əsası da ki, yəni ramanın qalınlığı, yəni həqiqətən çox xoşumuza gəldi. Yəni bu dərəcədə fikirləşməmişdik ki, ramanı belə qalın eləyərlər. Yəni çox dözümlü, çox keyfiyyətli. Həqiqətən yəni çox xoşuma gəldi.